Salam əziz dostlar, hamınızı kanalımızda görməyə çox şadam. Bugün Laçının bazarına baş çəkəcəyik. Qiymətlər necədir, insanlar nələr alır, bazarda vəziyyət necədir, hamısını birlikdə görəcəyik. Videonu sona qədər izləyin. Çünki davamında sizi daha maraqlı görüntülər və məqamlar gözləyir. Bu bazar hazırda keçmiş avtovağzalın yerində fəaliyyət göstərir. Əvvəllər isə bazar buradan bir qədər aralıda arxa tərəfdə görünən Kapital Bank binasının arxasında yerləşirdi. İndi isə həmən ərazi boşluqdur və bazar yeni yerində fəaliyyətini davam etdirir. Biz bazara həm günorta, həm də axşamüstü gəldik. Axşam saatlarında qiymətlər bir qədər münasib olur. Satıcılar bildirdilər ki, günün sonunda məhsulu satmaq üçün bəzi qiymətlərdə endirim edirlər. Gəlin qiymətlərlə tanış olaq. Kartofun kiloqramı 1 manatdır, pomidor da 1 manatdır, gavalının kiloqramı 2 manat, lobya 2 manat, armud 3 manat, ərik 4 manatdır. Yayın ən çox alınan məhsullarından biri qarpız isə cəmi 90 qəpikdir. Təbii ki, qiymətlər gün ərzində və mövsümə görə dəyişə bilər, amma bugün bazardakı vəziyyət məhz belədir. Satıcılarla söhbət zamanı öyrəndik ki, burada bir ticarət çadırının aylıq icra haqqı 200 manatdır. Maraqlı odur ki, danışdığımız satıcılar bu məbləğin normal olduğunu və bundan razı qaldıqlarını söylədilər. Yeri gəlmişkən, mal ətinin kilosu 17 manat, quzu ətinin kilosu isə 22 manatdır. Bazarın ətrafında da həyat kifayət qədər canlanıb. Burada müxtəlif ərzaq mağazaları, meyvə-tərəvəz dükanları, kiçik köşklər, məişət malları satılan obyektlər və digər ticarət nöqtələri fəaliyyət göstərir. Gün ərzində insanların gediş-gəlişi bazara xüsusi canlılıq qatır. Sizcə qiymətlər necədir? Yaşadığınız şəhərlərlə müqayisədə bahadır, yoxsa daha münasibdir? Fikirlərinizi mütləq şərhlərdə yazın, hər bir rəyi maraqla oxuyuruq. Meyvə-tərəvəz, süd məhsulları, ət, bal, müxtəlif ərzaq məhsulları, məişət əşyaları və gündəlik tələbat mallarını burada tapmaq mümkündür. Bazarın ətrafında ərzaq mağazaları, aptek, geyim dükanları, kiçik marketlər, çörək sexi, kafe və müxtəlif xidmət obyektləri fəaliyyət göstərir. Bu da bazarı təkcə alış-veriş yeri yox, həm də insanların tez-tez üz tutduğu canlı bir mərkəzə çevirir. Görünən odur ki, gələcəkdə bazar səliqəli və nizamlı olacaq. Satıcılar, alıcılarla mehriban davranır, insanlar rahat şəkildə alış-veriş edirlər.
Ha, yığın uşaqlar, yığın. Anlatmama kaybetsin. Ha, buraları belə təmizləmək lazımdır. Əvvəl gələnlər kimsə saxlayıb, bəzi zibillər var. Uşaqlar təmizləyir. İlk növbədə hər yerini təmizləyir. Orada arkada da var, onları da götürün. Bu balaca ağ nədir yerdə? Ha, onları götürün, qalmasın. Təmizlik olsun Orada həmişə. başka tahtası var. Onlar da görüyor. Bulaq üstüdür, meşənin içidir. Rahat bir yerdir. Ha, Vegas, Vegas. Amma Ya bırak. ilk növbədə buranın təmizliyi birinci lazımdır. Uşaqlar yığır. Yukarıda paket kaldı, onlar kısılır. Götürün. İki tane de o. Ha, bunu da götür, onu da götürürüm. Maşallah temizliği olsun. Təbiət özümüz koruması. Bizim de sabah. Başka varyant yok. Tempo. Çok uzağa gitme, gel. Ha, burada da bir iki tane kaldı, onları da götürək. Bu Ha, cerrahlayacak. o da arkada kaldı. İsmail, onları da götür hele. İsmail üstünden geçtim bak. Ha, bunları da götürün. Ha, bir başka. Sonra elinizi yuvarsınız, eybi yok. Zaten plastik kabı ümumiyyətlə atmaq olmaz. Cerrah. çünkü Cerrah onlar- zaten teliyor da. Ziyan vurur, çürümədə. Burada da var, bak bir dənə nədir o? O neydi? At, at onları da atın. Bir bayağının altında iki var. Bak bu nasıl bileyim. Ha, eybi yok, at, vur. Ətraf təmizlik. Başka kalmıyor. Hara getdiniz, hara həmişə yadınızda olsun. Siz elədi, kim elədi, yığışdırmaq lazımdır. Fərqi yoxdur, başqası eləyib, ağlı çatmayıb, sizin ağlınız çatır. Ancaq savab iş görmək lazımdır. Şimdi çəkək, oynayır orada.